Deməli, belə bir dənə şortik almışam Temudan. Həddindən çox xoşuma gəldi və material da çox gözəl idi. Ona görə bunu saxlayacağam. Qiymətlərini axırda qeyd eləyəcəm bu arada. Bu köynək çox qəşəng köynəkdir, amma çox təəssüflər olsun ki, bunu buz kaltersiz geymək çətin olacaq. Bu köynəyi geyinirəm, bu tişörtü. Aşağıda linki yerləşdirmişəm, videonu da doğrusu yerləşdirmişəm. Oradan qiymətlərinə baxa bilərsiniz. Materialı həddindən çox gözəldir. Bunu çox bəyəndim. Belə bir şortik dəstə almışam, köynək şortik. Əslində mən bilmədim ki, bir razmer böyük alsaydımmı yaxşıdır, yoxsa bunun bədəndə duruşu belədir. Şortikin ayaqları çox qəribə dururdu. Amma belə ümumiyyətlə mənə elə gəlir ki, çox arıq insana bu çox qəşəng yaraşar. Mən biraz ətli canlıyam, belə deyim. Eyni rəngdə çox şey almışam. Bu da növbəti şortik köynəkdir. Amma bunun materialı sırf pijama materialına oxşayır. O birisinin materialı bundan əvvəlkinin çox qəşəng idi, amma bu materialı yox. Sırf pijama materialına oxşayır. Ona görə bunu heç saxlamağına dəyməz də. Bəyənmədim bunu ümumiyyətlə. Ondan sonra beləsinə gel-lak eləyəndə dırnağım üçün tipslər aldım. Və inşallah istifadə eləyəcəm dırnağım üçün bunları. Belə bir dənə tulumu aldım, amma ümumiyyətlə heç bəyənmədim. Birincisi içi çox göstərir. İkincisi də ki, əynində duruşu, tikilişi çox pis vəziyyətdə idi. Ona görə ümumiyyətlə bəyənmədim bunu. Yəni bunu da böyük ehtimal geri göndərəcəm. Bir dənə də belə şortik köynək dəstə aldım. Bu çox xoşuma gəldi. Şortikinin özü astarlı idi. Köynəyi çox rahat idi. Yəni ütü vurursan ütüsü qalır. Bir həftə də olsa ütüsü qalır. Şortik oturanda qırışlanıb eləmir. Həddindən çox gözəldir. Materialı da çox sərindir. Əsl yay paltarıdır. Çox bəyəndim bunu. Bu isə ən çox sevdiyim oldu aldıqlarımın içində. Bunu deməli şortikin üstündən də top kofta, şortik üstündən bunu geymək olar. Bir də bunu plyajda da çox rahat istifadə eləmək olar. Əynində oturuşu da ki, çox gözəldir, çox zərif bir şeydir. Mən ümumiyyətlə zərif şeyləri sevirəm. Bilmirəm videolarından hiss eləyirsiniz ya yox. Amma bu özünə məxsus gözəlliyi var bunun. Belə bir dənə də şortik aldım. Bu da cibli bir şortikdir. Ağ köynəklə geymək çox qəşəng qalar. Ağ bir top, bu şortik və üstəlik bundan əvvəlki köynəyi də giysəm, nakitkanı, super olar. Bunu elə belə gündəliyə geyməyə, bu da çox sərindir. Gündəliyə geyməyə, dərsə zada gedəndə geymək üçün almışam. Çox sərindir, biraz əynimə dardır. Mən elə gəlir bir balaca 3-4 kilo versəm, yəni qəşəng oturacaq əynimə. Bu şortik o qədər gözəldir. Ay Allah, materialı da, hər şey də gözəl idi. Sadəcə olaraq dartıla bilən materialdan deyildi. Ona görə bunu saxlaya bilmədim. Əynimdə çox dar durdu. Bunu isə ümumiyyətlə bəyənmədim. Yəni ütüləyirsən 2 dəqiqə sonra qırışır. Primitivdir. Bu da eyni zamanda çox primitiv idi. Pijama materialına oxşuyurdu. Amma şəkildə elə durmurdu. Ona görə bunu da ümumiyyətlə bəyənmədim. Ümumiyyətlə mən bu sifarişimin bir çox hissəsini bəyənmədim Temudan. Bilmirəm niyə, amma zövqümcə olmadı. Yəni gözlədiyim kimi çıxmadı çox şeylər. Bu şortik köynəyi dəstidir. Bax, bunun şortiki əynində çox qəşəng qalır, yubka kimi qalır. Midi yubka kimi. Amma köynəyi kapşonkalıdır bu arada. Köynəyinin kapşonu gözlədiyim kimi qalmadı əynimdə. Yəni çox salaş durdu. Yəni kapşonka elə bir kapşonka deyildi. Klonka keçirdim sən o hissəsinə. Bunu da çox sevə-sevə aldım. Amma bir problem var ki, əgər bel hissənizdə biraz ətlisinizsə, bu rezinkası açılır, əyninizdə torba kimi qalır. Mən tüllü, zərif şeyləri çox sevirəm. Bu köynəyim də şortiklə geyməyədir. Yəni həddindən çox gözəldir. Bu da belə bir dənə dəstir. Bunda materialı yenə eyni şey təkrar olacaq. Çox təəssüflər olsun ki, amma bu da pijama materialı idi. Yəni üstün yazısı dəyişib belə bir pijama materialı olmağı qalıb. Bu köynək çox sərin köynəkdir.
Çox da qəşəng köynəkdir. Ütləyəndə yəni çox qəşəng durur əyində. Sadəcə olaraq bu arxasındakı ipləri mənə çatmadı. Arxası çox pis görsənir. Amma ön hissəsi qəşəng durur əyində. Hə, bu da balaca qız uşaqları üçün platyadır. Materialı da gözəldir, özü də gözəldir. Bebeşkaları gözəl göstərmək üçün. Bu da Uzbek kimidir, amma bunun bütün girişləri var da. C portu var, B portu var. Ondan sonra kompüterə qoşmaq olur, CD qoşmaq olur, mikrokart qoşmaq olur. Bildiyiniz hər şey girir bura, yəni çox lazımlı bir şeydir. Bu şalvar köynəkdir. Mən əslində heç bilmədim ki, bu pijamadır. Mən bunu belə çöldə, bayırda giyməyə sifariş vermişdim. Gələndə gördüm ki, materialı bunun da pijama materialına oxşuyur. Sadəcə sonra baxanda gördüm ki, hələ üstünə yazılıbmış bu pijamadır. Mən səhv başa düşmüşəm. Yəni mən düşünmüşəm ki, bu gündəlik üçündür. Amma belə çox bəyəndim. Yəni əynə çox qəşəng otururdu. Mən ümumiyyətlə pijamaları, ev paltarlarını üstünlük verirəm ki, cibləri olsun evdə geyindiklərimə. Çünki cib çox istifadə edən insanam. Ona görə bunun heç bir cibi də yox idi. Ona görə bunu düşünəcəm. Belə bir köynək almışam. Həddindən çox gözəldir, zərifdir. Bu da bir dəstdir. Bu da çox qəşəng dəstdir. Sadəcə olaraq şortikinin qabaq hissəsi qəribə dururdu. Elə bil tikişləri yerində deyildi. Bir tək onu bəyənmədim. Amma belə rəngi zadı tam belə şəkildə kimi gəlib çıxıb. Yəqin buna da vallah çox arıq olmalısan da belə çıxır. Yəni mən belə başa düşürəm. Bu Temunun mallarına gərək arıq olasan. Bax bu da çox qəşəng idi. Bu hətta böyük razmer idi. Əynimə tam oturdu. Bunun da şortu arxa popu hissəsi belə çox qəribə şiş qalır. Ona görə bu da под вопрос. Hə, bu da elə belə gündəlik həyətə bacaya giyməyə cibli bir dənə platyadır. Çox xoşuma gəldi. Həddindən çox sərin tutur məni. Bunu saxladım yəni. Bunu ümumiyyətlə bəyənmədim. Çünki şəkildəki kimi gözəl görsənmirdi. Material da belə satindir, amma nə bilim, bəyənmədim. Heç zövqümə görə deyil. Bu dəsti şortiklə pencə idi. Deməli bundan 2 dənə idi zakaz eləmişdim. Biri rozvoy idi, biri bu rəng idi. Rozvoyun içində astarı yox idi, amma bu rəngin içində astarı var idi. Sadəcə olaraq çox heyfsizlər olsun ki, mənim bədənimə uyğun deyil bu dəstiyim. Yoxsa həddindən çox gözəldir. Bunların hamısının qiymətini axırda rolik var. Ona videoda qoyacağam, yəni oradan baxa bilərsiniz. Amma belə suallarınız olsa mal haqqında, material haqqında, kodları haqqında məndən soruşa bilərsiniz. Bu 3 dənəlik aşağısı belə A formalı olan mayeçka deyim, köynək deyim, ondandır. Bu koftanı ümumiyyətlə bəyənmədim. Bir dənə boynundakı tül uyğundur da şəklə. Hə, bu da çox gözəl, gündəlik geyinməyə şalvar köynəyidir. Bunun bir dənə də köynəyi var. Həddindən çox gözəldir. Sadəcə olaraq buna da çox arıq olmaq lazımdır. Yəni bunların içinə girmək üçün. Hə, bu çox zərif bir sepdir. Bu da çox gözəl bir platyadır. Sadəcə olaraq buna da balaca razmer sifariş verməliydim. El sifariş vermişdim. Həddindən çox böyük durdu əynimdə. Amma yoxsa belə tam şəkildəki kimi gəlmişdi. Yəni bu da giyiləsi bir şeydir. Şəklə uyğundur. Tam belə yaylıqdır da. Gülləri zadı çox gözəl dururdu. Gördüyünüz o pencəkdir. Görürsünüz necə gözəldir. Doğrudan da bunun içinin astarı var idi deyə həyatda beləsinə gözəl qalırdı. 15 euroya almışam bunu. Bunun məndə ayağa taxmağa boyunbağı var. Mən çox bəyəndim deyə boğaz üçün boyunbağını da sifariş elədim. Bu köynək də çox gözəldir, çox. Bu platya hardasa 8 eurodur, amma dediyim kimi platya deməyim də tulum deyim. Amma heç bəyənmədim bunu. Hə, bax bunu çox bəyəndim. Elə əynində də belə gözəl qalır. Sadəcə olaraq uyğun razmeri seçmək lazımdır. Yoxsa alınmır yəni. 11 eurodur. Bu 9 eurodur. Bu da elə şəkildəki kimi qalır. Çox da sərindir. Heç də bildirmir. Yəni bunu böyük məmnuniyyətlə geyəcəm.
Hə, bu dəst şəkildə kimi əyndə qəşəng durmur. Aa, bu köynək də heç düzü şəkildəki kimi durmur əyndə. Hə, bu şortik çox qəşəng şortikdir. Bunu saxladım mən. Bunun ağ köynəyindən gözəl gedər. Bu köynəyi də saxladım 5 evroya gəlir, 4 evroya gəlir hardasa. Şortiklə elə geyirəm mən də burada bunu. Bu şortikə çox heyfsizlər olsun ki, materialı streç deyil. Bunu da dediyim kimi beli xoşuma gəlmədi. Beli əgər xoşuma gəlsə saxlayacaqdım. Amma bu aldıqlarımın içində ən çox sevdiyim budur. Yəni bunu geyinirəm demək olar ki, hər gün istifadə eləməyə çalışıram. Qiyməti də çox baha deyil, 8-9 evro belə bir qiyməti var bunun. Bunları amma heç şəkildəki kimi belə o materialda durmur. Çox fərqli belə bəsit bir materialları var. Bu sumkada içində hissələri yoxdur, amma belə görünüş olaraq yanında gəzdirməyə gözəl sumkadır. Çox bəyəndim, bunu da saxladım. Bu da elə o köynəyin materialı kimi şey idi. Pijama materialıdır. Məna görmədim saxlamaqda. Amma bu, hə, bax bu əyində də gözəl dururdu. Materialı da əziz izləyicilərim, sizdən xahişim mənim kanalımı bəyənib abunə olmağı unutmayın. O zaman kanalıma təzə açılan kanalıma deyim dəstək olmuş olarsınız. Belə amma mən gündəlik həyatımı, sonra alış-verişi sevdiyim üçün daha çox Temunu, başqa alış-verişlərimi sizinlə paylaşmaqdan çox-çox məmnuniyyət duyuram.